Gəlir çəkən saçmağa ki, şeyləşsin. Tez-tez tor atır, gördüyünüz kimi tərpənə bilməsin. Sərkədə ayaqdan istifadə edərək qaçmağa çalışır. Bir daha qeyd edeyim, bu loblu hörümçəkdir, Argiope lobata. Bitti çəkən işi, əgər dişdədirsə. Sərkə arxa ayaqları ilə özü müdafiə etməyə çalışır, amma hörümçək də onu artıq dişdədir. Və birazdan görürsünüz, xelisellərin yəni çənəsinə zəhəri yeritdi. Birazdan çəkə yeyəcək. Qeyd edeyim ki, demək olar bütün hörümçəklər zəhərlidir, amma əksər növün zəhəri insan üçün təhlükəli deyil. Yəni də ehtiyatlı olun, yəni boş-boşuna hörümçək sizi dişləməsin. Nə gərək var? Bildiğin toru davud deyəcək ki, çox güclüdür. Görürsünüz, ayaqlarına sərt tor vurub, başına sərt tor vurub, amma keyləşdirdi. Sonra başlayacaq yavaş-yavaş onu yeməyə. Gedir qırağa, gözləyəcək zəhər təsirini göstərsin.